Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin mənimsəmədə ittiham olunan sabiq direktor müavini Lalə Zakirova hökm oxunacağını eşidən kimi məhkəmə zalından qaçıb. Qafqaz İnfo məlumatına görə hadisə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baş verib. Lalə Zakirovanın 64 yaşı var, o hazırda əvvəl direktor müavini işlədiyi mərkəzdə qarmon ixtisası üzrə müəllim işləyir. Barəsində hökmə qədər həbslə bağlı olmayan qəti imkan tədbiri seçilib. İttihama görə xanım müttəhim mərkəzin direktor müavini işlədiyi vaxtda direktor Namiq Rızazadə ilə əlbir olaraq 64.400 manat dövlət vəsaitlərini mənimsəyib. Namiq Rızazadə istintaq başlanan vaxtı ağır xəstəliyə tutulduğundan onun işi ayrıca icraata götürülüb. Lalə Zakirovanın cinayət işini Aynur Rızayevanın sədrlik etdiyi hakimlər araşdırıb. Yaşlı müttəhim ittihamlarla razılaşmayıb, ifadəsində ona böhtan atıldığını deyib. Anar Kərimov mədəniyyət naziri olanda mərkəzdə özbaşınalıq yaranmışdı. Həmin vaxt direktor işdən çıxmağımı tələb etdi. Mən etiraz etdim. Sonradan bir yolla işdən çıxarılmağıma nail oldular. Amma mən yenə təslim olmadım. Məhkəməyə müraciət edib yenidən işimə qayıtdım. Vəzifə cinayətləri söhbətdə bundan sonra ortaya çıxdı deyə Lalə Zakirova bildirib. Məhkəmə təqsirləndirilən şəxsin dediklərini özünü müdafiə hesab edib. Prokuror ittiham nitqində təqsirləndirilənin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli bilinməsini, barəsində sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini tələb edib. Son sözdən sonra məhkəmə hökmü qəbul etmək üçün müşavirəyə gedib, amma hakimlər qaydanda müttəhimi zalda tapmayıblar. Məlumat verilib ki, Lalə Zakirova özünü pis hiss etdiyini deyərək bir neçə dəqiqəlik zaldan çıxıb, bundan sonra bir daha geri qayıtmayıb. Hökmə əsasən Lalə Zakirovaya 3 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun barəsində həbs qəti imkan tədbiri seçilməklə axtarışa verilib.